Hamıya salam dostlar. Bugün sizə Madotik'də necə tez bir şəkildə pul qazanmaq olar onu göstərəcəyəm. İlk öncə bu iki maşını alın. O maşın istədiyiniz maşın da olar. İndi mənim 925 şey. Bu maşını alın. 160 bindir bu maşının qiyməti. Bunu aldıqdan sonra bunu necə? İndi siz oyuna başlayıb buradan da ala bilərsiniz. Siz buradan toplaya buradan yığıb da ala bilərsiniz. O sizə al. Bunu aldıktan sonra gidin. İndi məndə burada 2 dənə doldurmalıdır. Doldurduqca bu maşın ağırlığına bu maşının ağırlığı eyni olduğu üçün məsələn 2 dənə yükün yerinə məsələn bu maşın 2 yük daşıya bilir. Amma siz məsələn 6-7 dənə yük toplayıb sonra aparıb hamısını bir yerə aparıb qoyub gedə bilərsiniz. İndi mənim maşın buraya ilişib. Ama bunu çıkartmalıyım. Şimdi buradan çıkartmalıyım. Bunu aç söyleyeyim. Maşın. Buradan getməzsiniz. Mənim indi maşın burada qalıb. Bir dəqiqə. Ha, pul çatmır. Neyse, axı siz buradan bunu apararaq bu uzağa doldurup Пацан, нашел тебя. Onu çıxart. Onu bir də orada itəliyim. Ехали. Sən bir amma kilitdə. Maşına gəlib yatdı heç. А ты на этой машине. Подожди меня минутку. Сейчас, эта машина не... Mənim maşın nə qədərdir? Buradan bir dənə vuracağım ona. Onu düzəltək. Gördüğünüz gibi çıxartdıq. Düzü, mən indi Танчик, ты где? 2 dənə yük daşıya biləcəyəm. Gəlsə də 2 dənə yük daşıya biləcəm amma siz bunu artıra bilərsiniz. Məsələn, xəritədən sizə göstərir hansıları var. 2 yüklü yerlər var da. Siz çox olan yerlərə gedin. Toplayın ya da 2 yüklü yerlərə gedin, oradan toplayıb sonra tekrar seriyə bilərsiniz. Hə dostlar. Да я сяду. Sonra bunu da aparım. Bizim maşını biraz qırılır. Orada görüşürüz. Dostlar mesela ben burada 2 tanesini tapdım. Ne oldu? Hə. Şeydən çaldım gel. Mesela ben bunu buraya koydum. 600 ama yine de taşımak olacak. Polis gelecek tamamsa. 2 oldu. Başkasının seyini çalmış kimseler ama işte olmaz. Bu biraz geç gelecek. Bu maşın yüzü ağırdı. Maşın yüzü normal yükten çoxdur. Şimdi. İndi biz bunu açaq. Burada 800 ama bu görürsünüz rahatça taşıyır. Ben bunu deyirəm. Bu məsələn maşınımız bu maşın indi bunu rahatça taşıyır öz sürətlə. Bu sizin də artır da. Şimdi aparacağım ora. Orada görüşək. İndi sonra görüşək. Dostlar geldik. Burada olmalıydı.
Mən səhv yerlərdim. Səhv gəldi. Buradan bir dənə qayda. Dostlar, nəsə oldu? Amma mən getdim onlara qoydum. Yəni onların hamısını qoydum. Ümumilikdə yəni pulu verdi. Məsələn 4 dənə yük almışıq. 4 dənə yükün 4-ünün də pulunu verdi. Siz də bəlkə görə məsələn çoxlu pul qazana bilərsiniz. Dostlar, bugünlük video bu qədər. Əgər xoşunuza gəlsə like və abunə olmayı unutmayın. Sağ olun.